Bismillahirrahmanirrahim. Bir neçə gündür ki, Amerika Birləşmiş Ştatlarında kütləvi etiraz aksiyaları dünya gündəmini zəbt edib. Əlbəttə ki, mühacirlərlə bağlı Trump administrasiyasının verdiyi qərarlardan sonra biz Amerikada və dünyada ciddi etirazların və narazılıqların ortaya çıxdığını müşahidə edirik. Əslində mən düşünmürəm ki, bugün Amerika Birləşmiş Ştatlarında yaranmış mənzərə məhz mühacirlərlə bağlıdır. Çünki Amerika Birləşmiş Ştatları zaten mühacir dövlətidir, mühacirlərdən təşkil olunmuş bir dövlətdir və belə bir dövlətin hər bir zaman mühacirlərə ehtiyacı var. Yadınızdadırsa, mən belə bir fikir səsləndirmişdim ki, Trump hakimiyyətə gəlməmişdən əvvəl, yəni seçkilər ərəfəsində, əgər Donald Trump Amerika Birləşmiş Ştatlarının növbəti dəfə prezidenti olarsa, bu adam Amerika Birləşmiş Ştatlarının Qarbaçovuna çevrilə bilər və Amerika vətəndaşları Trump kimi bir şəxsi, bir varlığı prezident seçməklə Amerika Birləşmiş Ştatlarının hegemonluğunu sürətlə yoxa çıxardacaqlar. Yəni, bu proses sürətlənəcək. Zaten deməli, Amerika Birləşmiş Ştatlarının yavaş-yavaş süquta, böhrana və süquta, yoxluğa tərəf getdiyi bu məlumdur. Amma Trump, deməli, Donald Trump bu prosesi sürətləndirəcəkdir. Yeri gəlmişkən mühacirlərlə bağlı onu deyim ki, biz Amerika Birləşmiş Ştatlarının deməli, bu dövlət olaraq bununla bağlı hər hansı bir yox olsun, məhv olsun iddiasında deyilik. Amma reallıq bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının hegemonçu və imperialist siyasəti mövcud olduqca dünyada mühacirlərin artması, dünyada hər gün yüzlərlə uşağın ölməsi, hər gün yüzlərlə insanın az qalması, müharibələrin şiddətlənməsi və eyni zamanda insanların öz doğma yurd yuvalarından qaçqın düşməsi qaçılmaz olur. Çünki düşünürəm ki, bugün həm dünyanın istənilən yerində, Ukraynadan tutmuş, Qəzzaya qədər, Yəmənə qədər, yəni aktiv müharibə bölgələrini deyirəm. Bunların hamısında, Cənubi Qafqaz bizim regionumuzda daxil olmaqla, bunların hamısında Amerikanın əslində ciddi şəkildə təsirləri var və bir mənalı olaraq Amerika bu deməli müharibə ocaqlarının bir mənalı olaraq idarəçisidir. Yəni bunu biz belə deyə bilərik. Yəni bugün əgər Qəzzada il yarım ərzində, 18 ay ərzində 54 min insan öldürülübsə, şəhid edilibsə, 100 mindən çox insan yaralanıbsa, burada günahkar Amerikadır. Yəməndə müharibə aparılırsa, Yəmən xalqı məhv edilməyə çalışılırsa, yenə də günahkar Amerikadır. Ukraynada, Rusiyada deməli 4-cü ildə artıq müharibə dayanmadan hər iki tərəfdən müxtəlif sayda insanlar öldürülürsə, şəhərlər dağıdılırsa, yenə də bunun günahkarı Amerikadır. Bu artıq dünya tərəfindən bilinən bir və açıq şəkildə deməyə cəsarət olunmasa da əksəriyyət tərəfindən, amma bilinən bir həqiqətdir. Bilinən bir həqiqətdir ki, deməli, bu proseslərin hamısını Amerika Birləşmiş Ştatları həyata keçirdir və bu məsələlərin üzərinə bu cür imperiyanın başçısı kimi, rəhbəri kimi, Donald Trump kimi bir şəxsi gətirib təyin etməkdə, ora seçməkdə bu dünyada ümumi faciənin çox ağır şəkildə deməli olmasını göstəricisidir. Real məsələ bundan ibarətdir ki, yəni Amerikanın real gücü
Çünki biz baxırıq, görürük ki, Amerika Birləşmiş Ştatlarında bugün baş verən hadisələr, deməli, o etiraz aksiyaları, insanların qəzəbi, kini və s. Bunlara baxanda görürük ki, bəzi politoloqlar, bəzi insanlar çox yanlış izahlar verirlər. Deməli, həm Azərbaycanda bu baş verir, həm digər ölkələrdə. Bu oradan qaynaqlanır ki, dünyanın əksər xalqları, demək olar ki, çox az deməli saydan istisna etsək, əksər xalqları Amerikanın super güc və super qüdrət, yenilməz güc sahibi olduğunu qəbul edirlər. Belə şeylərdə də, deməli, belə hadisələrdə də əslində Amerika cəmiyyəti üçün və Amerika Birləşmiş Ştatlarında xarakterik bir hal deyil. Bir şey yadıma düşdü, deməli, siyasi dəhlizlərdə belə bir fikir səsləndirdi ki, niyə məsələn Amerikada və İngiltərədə dövlət çevrilişləri baş vermir və dövlət çevrilişlərində hətta cəhdlər olmur və hər şey normal şəkildə gedir. Cavab bundan ibarətdir ki, çünki Amerikada Amerika səfirliyi, İngiltərədə də İngiltərə səfirliyi yoxdur. Əslində bu deməli deyimin arxasında o dayanır ki, dünyanın istənilən nöqtəsində dövlət çevrilişlərində cəhdi Amerika və İngiltərə həyata keçirdi. Bugün isə biz görürük ki, Amerikanın özündə artıq belə bir təbii proses yaranıb. Təbii də deyərkən onu mən nəzərdə tuturam ki, illərdir Amerikanın həyata keçirdiyi digər xalqlarla dövlətlərə qarşı həyata keçirdiyi siyasi proseslər bugün Amerikanın özünə qayıdıb və bu hadisə Amerikanın daxilində baş verir. Mən təbii deyəndə bunu nəzərdə tuturam. Ümid edirik ki, inşallah bu hadisələr nəticəsində Amerika hegemonçuluğu sona çatacaq. Çünki Amerika okeanın o tərəfində oturub, deməli, regionumuzu, sonra Yəməni, bütün Qəzzanı, bütün ölkələri qarışdırmaqla, təhdid etməklə, barmaq silkələməklə məşğuldur və biz son 15-20 ildə də əslində Amerika Birləşmiş Ştatlarının deməli müxtəlif ölkələrdə nüfuz itirməsini müşahidə edirdik, şahidlik olurduq ki, Amerika Birləşmiş Ştatları hərbi və siyasi arenadan yavaş-yavaş özünə tərəf çəkilir, nüfuz itirməyə başlayıb. Mən düşünürəm ki, bugün Amerika Birləşmiş Ştatlarında qeydə alınan deməli o etiraz aksiyaları Amerika Birləşmiş Ştatlarının xarici deməli ölkələrdə, xaricdə nüfuz itirməsinə və eyni zamanda daxildə də vətəndaşlara qarşı götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi və verdiyi vədlərin heç birinə əməl edə bilməməsinin nəticəsidir və təzahürüdür. Bu deməli olanlar, bu baş verənlər inşallah ümid edirik ki, bu baş verənlər sürətlənəcək və dediyim kimi ona görə biz bunu istəyirik ki, bu baş verənlər sürətlənib Amerika imperializminin sonunu gətirməlidir ki, Qəzzada insanlar ölməsin, Yəməndə ac, ayaqyalın insanlar ölməsin və digər, hətta Ukraynada, Rusiya savaşında hər tərəfli fərqi yoxdur. İnsanlar didərgin düşməsinlər, ölməsinlər. Yəni, insanların ölməməsi üçün, insanların rahat yaşamaları üçün, xalqların öz hüquqlarını qorumaları üçün, öz deməli, haqq etdiklərinə yiyələnmələri üçün Amerika imperializmi, Qərb imperializmi çökməlidir. Bu, birmənalı belə olmalıdır və düşünürəm ki, artıq bu aksiyalar Qərb imperializminin deməli, çöküşünün başlanğıcı olacaq. Daha doğrusu, belə bir ifadə edə bilərik ki, Amerika Birləşmiş Ştatlarının sonunun başlanğıcıdır bu gördüyümüz deməli, aksiyalar. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.